Dənli bitkilər. Dənli bitkilər insanların qidalanmasında mühüm yer tutur. Buğda, düyü, çovdar, qarabaşaq, arpa, qarğıdalı və günəbaxan dənli bitkilərə aid edilə bilər. Dənli bitkilərdən müxtəlif məhsullar əldə olunur. Məsələn, buğda, çovdar, arpa və qarğıdalıdan un hazırlanır. Düyüdən də un əldə etmək mümkündür, lakin düyü unundan çox istifadə edilmir. Ən çox istifadə olunan isə buğda unudur. Günəbaxan və qarğıdalıdan yağ hazırlanır. Bu yağlar gündəlik qidalanmada, yeməklərin və salatların hazırlanmasında geniş istifadə edilir. Bundan əlavə, zeytun və pambıq kimi yağlı bitkilərdən də yağ istehsal edilir. Dənli bitkilər bir çox qida məhsullarının vacib tərkib hissəsidir. Videolardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri aça bilərsiniz. Fikrinizi şərhlərdə yazmağı və videoları bəyənməyi unutmayın. Öncədən təşəkkürlər.